Salam, dərs 49-un izahına baxaq. Azərbaycan Respublikasının kənd təsərrüfatı aqrar sənaye kompleksi. Respublikamızın kənd təsərrüfatına yararlı torpaqları 55% təşkil edir. Bunun 22%-i əkin və şumluqlardır. 30%-ni biçənəklər, yay və qış otlaqları, 3,6%-ni isə çoxillik əkmələr təşkil edir. Azərbaycan Respublikasının ərazisinin 11%-i meşə və kolluqlarla örtülüdür. Yararsız torpaqlar isə ümumi torpaq fondunun 32%-ni təşkil edir. Yəni, ümumi 100% torpağın 55%-i əkinə yararlı, 11%-i meşə, 32%-i isə kənd təsərrüfatına yararsız torpaqlardır. Kənd təsərrüfatı bitkiçilik və heyvandarlıq olmaqla iki hissəyə bölünür. Respublikamızda bitkiçilik 61%, heyvandarlıq isə 39% təşkil edir. Bitkiçiliyin coğrafiyası. Bitkiçilikdə həm suvarılan, həm də suvarılmayan yəni dəmiyədir. Bunlar inkişaf etdirilir. Bitkiçiliyin əsas sahələri dənli bitkilər, tərəvəzçilik, texniki bitkilər və yem bitkiləridir. Dənli bitkilər xüsusilə də taxılçılıq, yəni hər zaman əkinçilikdə mühüm sahə olmuşdur. Taxıl bitkilər arasında buğda əkinləri də xüsusilə seçilir. Buğda düzən ərazilərdə və dağlıq ərazilərdə becərilir. Düzən ərazilərdə suvarmadır. Bu payızlıq buğdadır. Cəlilabad, Sabirabad, Ağcabədi, Beyləqan rayonlarında. Dağlıq ərazilərdə isə dəmiyədir, yəni yazlıq buğdadır. Şəki, Şamaxı, İsmayıllı, Balakən ərazilərindədir. Eyni zamanda Şəki-Zaqatalada qarğıdalı əkinləri də geniş yayılmışdır. Çəltikçilik isə həm Lənkəran-Astarada, həm də Şəki-Zaqatalada inkişaf etmişdir. Texniki bitkilər. Respublikamızda texniki bitkilərdən ən çox yayılanı pambıq, üzüm, tütün, kartof, çay və şəkər çuğundurudur. Pambıqçılıq aqroiqlimə çox tələbkardır. Aran rayonlarında daha çox inkişaf etdirilir. Eyni zamanda Qarabağda və həmçinin də Goranboy, Ağsu rayonlarının düzən sahələrində suvarma şəraitində inkişaf etdirilir. Üzümçülük. Respublikamız üzümçülük üzrə ixtisaslaşmışdır. Həm dəmiyə, həm də suvarma şəraitində üzümçülük yetişdirilə bilir. Üzüm həm də texniki emaldan keçdiyi üçün texniki bitki kimi dəyərləndirilir. Üzüm daha çox Şəmkir, Tovuz, Qazax, Göygöl, Akstafa, Samux, Şamaxı, Ağdam, Beyləqan, Füzuli ərazilərində, həmçinin Naxçıvanda becərilir. Tütünçülük. Şəki-Zaqatalada daha çox ixtisaslaşmışdır. Bundan başqa Masallı, Lerik, Yardımlı, Qubadlı, Zəngilan, Şahbuz və Şərur rayonlarında da inkişaf etmişdir. Kartofçuluq texniki bitkidir, həm də tərəvəz bitkisidir. Ərzaq bitkisi kimi kartof əkinləri daha çox becərilir. Ən çox da Qazax, Tovuz, Lənkəran, Astara iqtisadi rayonlarında daha yüksək səviyyədə becərilir. Bundan başqa Quba, Xaçmazda, Naxçıvanda, Şəki-Zaqatala iqtisadi rayonlarında da inkişaf etdirilmişdir. Çayçılıq əsasən Masallı, Lənkəran, Astara, qismən də Zaqatalada inkişaf etmişdir. Bu həm də ixrac əhəmiyyəti daşıyır. Şəkər çuğunduru. Şəkər çuğunduru İmişli Şəkər Zavodunun fəaliyyətə başlamasını daha çox inkişaf etdirmişdir. Yəni, şəkər çuğundurunun Azərbaycanda becərilməsi. Bundan başqa şəkər çuğunduru Qazax, Tovuzda, Milmuğanda, Şirvan Salyanda, Qarabağda becərilir. Günəbaxan Şəki-Zaqatala, Dağlıq Şirvanda, Zəfəran Bakıda, Xınagülü Kürdəmir Salyanda, Qızılgül Zaqatalada, Biyan Saatlıda becərilən bitkilərdəndir. Tərəvəzçilik və bostançılıq. Respublikamızda tərəvəzçilik üzrə ixtisaslaşmışdır. Əsasən də Qazax, Tovuz, Qarabağ, Quba, Xaçmaz, Lənkəran, Astara iqtisadi rayonları daha çox ixtisaslaşmış ərazilərdir. Quba, Xaçmazda gec yetişən, Lənkəran, Astarada isə tez yetişən, yəni faraş tərəvəzçilik üstündür. Bostançılıq daha çox Aran rayonlarında becərilir. Sabirabad, Saatlı, Kürdəmir, Yevlax, İmişli, həmçinin Bakının Türkan və Zirə qəsəbələrində qarpız yemiş yetişdirilir. Meyvəçilik.
Meyvəçilik üzrə də respublikamızın bir çox rayonları ixtisaslaşmışdır. Növ tərkibinə görə hər bir rayonun ixtisaslaşması fərqlidir. Məsələn, tumlu meyvəçilik alma, armud, Quba, Xaçmazdadır. Qərzəkli meyvəçilik olan qoz, fındıq, Şəki, Zaqataladadır. Çəyirdəkli meyvəçilik ərik, şaftalı, Naxçıvandadır. Quru subtropik meyvəçilik Aran rayonlarındadır, yəni heyvanlar. Eyni zamanda da Abşeronda əncir, badam, püstə, zeytun becərilir. Sitrus meyvəçiliyi limon, narinci, feyxua, portağal, Lənkəran, Astarada. Tut ağacları isə Qarabağda və Aranda daha çox yayılmışdır. Heyvandarlığın coğrafiyası. Heyvandarlıq respublikamızda geniş yayılmış kənd təsərrüfatı sahəsidir. Respublikamızın bütün rayonlarında heyvandarlıq üçün əlverişli iqlim şəraiti var. Amma yem bazası məhduddur və ekstensiv inkişafdır. Buna görə də ixtisaslaşmış sahə deyil. Heyvandarlığın əsas sahələri maldarlıq, qoyunçuluq, quşçuluqdur. Maldarlıq. Əsas sahəsi taxılçılıq rayonlarına meyl edir. Əvvəlki illərdən fərqli olaraq hazırda maldarlığa maraq xeyli artmışdır. Belə ki, son illərdə maldarlığın inkişafı üçün Almaniyadan, Avstriyadan bahalı məhsuldar mal-qara növləri gətirilmişdir. Bunlar müxtəlif sortlarda olur. Məsələn, şiviz, Holstein Friz, simmental və s. sortlar ölkəmizə daxil olmuşdur. Maldarlıqda xüsusilə seçilir Abşeron, Xaçmaz, Şəmkir, Ağdam, Bərdə, Şamaxı, Quba, Samux, Lənkəran, İnzibati rayonları. Aran rayonlarında və Şəki, Zaqatalada camışçılıq daha çox inkişaf etdirilir. Lerik və Yardımlıda zebiyə bənzər maldarlıq daha çox inkişaf etmişdir. Heyvandarlıq məhsullarının yarıdan çoxu ət istehsalının da təxminən yarısı 45% maldarlığın payına düşür. Maldarlıq əsasən ətlik, südlük istiqamətli olur. İri buynuzlu malqaranın sayına görə Mərkəzi Aran, Qarabağ, Milmuğan, Şəki, Zaqatala, Lənkəran, Astara, iqtisadi rayonları fərqlənir. Qoyunçuluq. Qoyunçuluq ənənəvi heyvandarlıq sahəsidir. Yay otlaqlarında və qış otlaqlarında inkişaf etdirilir. Yay otlaqları alp və subab çəmənlikləridir. Qış otlaqları isə Mərkəzi Aran bölgəsidir. Yemə tələbatının az olması, az əmək tutumluluğu, həmçinin sayının tez artması ən ucuz və gəlirli sahə kimi qiymətləndirməyə imkan verir. Respublikamızda yunluq ətlik və ətlik yunluq qoyunçuluq inkişaf etmişdir. Ölkəmizdə əsasən yunluq istiqamətli dağ merinosu, həmçinin ətli istiqamətli balbaz, Qarabağ, qaradolaq və qala cinsli qoyunlar bəslənir. Qoyun və keçilərin sayına görə Qazax, Tovuz, Milmuğan, Qarabağ, Mərkəzi Aran, Şəki, Zaqatala xüsusilə fərqlənir. Quşçuluq. Son zamanlarda intensiv heyvandarlıq sahəsi olub, sənaye kompleksinə çevrilmiş bir sahədir. Tələbatla əlaqədar olaraq ən böyük broiler quşçuluq kompleksləri iri yaşayış məntəqələrinə yaxın yerləşir. Deməli, quşçuluq tələbata görə yaşayış məntəqələrinə yaxın yerləşir. Giləzi, Şurabat, Şabran, Siyəzən, Xırdalan, Hövsan, Zirə, Çarxı kimi ərazilərdə quşçuluq kompleksləri fəaliyyət göstərir. Dağətəyi və dağlıq rayonlar, xüsusilə Lənkəran, Astara, Quba, Xaçmaz, Qazax, Tovuz, Şəki, Zaqatalada və Naxçıvanda arıçılıq, Aran ərazilərdə baramaçılıq inkişaf etdirilmişdir. Aqrar sənaye kompleksi. Aqrar sənaye kompleksi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə bir-biri ilə qarşılıqlı əlaqədə olan və kənd təsərrüfatı sənaye müəssisələrinin müəyyən ərazidə birləşməsini göstərən bir sistemdir. Aqrar sənaye kompleksinin əsas hissələrindən biri yeyinti sənayesidir. Yeyinti sənayesi şərabçılıq, meyvə-tərəvəz, konservləri, tütün məmulatları, balıq məhsulları, şəkər istehsalı, mineral su doldurma məntəqələri və s.dir. Şərabçılıq qədim və gəlirli bir sahədir. Respublikamızın ən yaxşı inkişaf etmiş yeyinti sənaye sahəsidir. Bura ilkin şərab emalı və qablaşdırılması müəssisəsi daxildir. Belə ki, şərabçılığın ilkin emalı xammal mənbələrinə yaxın yerləşdirilir. Qablaşdırılması isə tələbata yaxın yerləşdirilir. Son illərdə yerli istehlakda şərab məhsullarına tələbat azalmışdır. Bu məhsulların ixrac əhəmiyyəti daha çox getdikcə
artmaqdadır. Yəni şərab məhsulları yerli tələbata görə azalsa da, ixrac əhəmiyyətinə görə artmaqdadır. Meyvə-tərəvəz konservləri xammal bolluğu və daşınmasının sərfəli olmasına görə tərəvəzçilik və meyvəçilik rayonlarında daha çox yerləşdirilir. Bu da Xaçmazda, Qəbələdə, Qubada, Lənkəranda, Masallıda və s. daha çox inkişaf etmiş sahədir. Eyni zamanda Zaqatala və Xudatda fındıq təmizləmə zavodu, Bakıda, Maştağada zeytun konserv zavodları fəaliyyət göstərir. Tütün məmulatları, tütünün ilkin emalı tütünçülük rayonları olan Şəki, Zaqatala, Naxçıvan, Qəbələdədir. Sonrakı mərhələsi isə Bakıdadır. Yəni ilkin emalı əsas tütün yetişdirilən bölgələrdədir. Sonrakı mərhələsi, yəni fermentlənmiş tütün isə Bakıda son məhsula çevrilir. Tələbatla bağlı Bakıdadır. Balıq və balıq məhsulları isə Xəzər dənizi hövzəsi, Kür çayının hövzəsində daha çox inkişaf etdirilmişdir. Ümumilikdə nərə balığı, qara küylü emalı daha çox inkişaf etmiş sahədir. Bu ərazilər Hövsanda, Lənkəranda, Nərimanabadda, Xaçmazda, Xudatda, eyni zamanda Mingəçevirdə, Hacıqabulda və Sumqayıtın Tağıyev adına kombinatları fəaliyyət göstərir. Mineral su doldurma. Respublikamızda bir neçə müalicə əhəmiyyətli mineral su doldurma müəssisələri fəaliyyət göstərir. Naxçıvanda Badamlıdır, Şahbuz rayonunda, Sirah Vayxır Babəkdə, Darıdağ isə Culfada yerləşir. Eyni zamanda Qax İsmailli Gədəbəy xüsusilə fərqlənir. Şəkər istehsalı. Əvvəllər şəkər istehsalına görə Azərbaycan idxalçı ölkə kimi tanınırdı. Hazırda İmişli Şəkər Zavodunun fəaliyyətindən sonra artıq şəkər ixracatçısına çevrilmişdir. Ət, süd, yağ istehsalı. Bu daha çox ət-süd kombinatları həm xammal, həm də tələbat rayonlarında yerləşdirilir. Bilək ki, ət kəsimi xammala meyl edir. Amma ət məmulatları istehsal edən müəssisələr isə tələbat rayonlarına daha çox meyl edir. Qənnadı şirniyyatdır. Bu əsasən yüksək tələbatla bağlı böyük şəhərlərdə cəmlənir. Bakı, Gəncə, Lənkəran kimi iri şəhərlərdə. Dən üyütmə, çörək bişirmə, un məmulatları isə bu demək olar ki, bütün iqtisadi rayonlarda yerləşdirilir, çünki tələbatla bağlıdır. Amma ən böyük dən üyütmə müəssisələri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir şəhərlərindədir. Nəqliyyatın coğrafiyası. Nəqliyyat ölkənin iqtisadiyyatı üçün mühüm amildir. Ölkəmizdə nəqliyyat yollarına dəmir yolu, su, avtomobil, hava və boru kəmər nəqliyyatı daxildir. Nəqliyyat vasitələrinin bir yoldan digərinə keçməsi üçün xüsusi keçidi olan əsas magistral yolların birləşdiyi yerə nəqliyyat qovşağı deyilir. Azərbaycanda ən mühüm nəqliyyat qovşaqları Bakı, Yevlax, Gəncə, Şirvan və Hacıqabul nəqliyyat qovşaqlarıdır. Dəmir yol nəqliyyatı. Respublikamızda daşınan və gətirilən yüklərin 17%, sərnişinlərin isə 5%-nin daşınması dəmir yol nəqliyyatının payına düşür. Ölkəmizdə ilk dəmir yolu xətti Bakı-Balaxanı xətti olmuşdur. Ondan sonra Bakı-Sabunçu-Suraxanı xətti inşa edilmişdir. Respublikamızda olan əsas dəmir yolu xətti Bakı-Tbilisi dəmir yolu xəttidir. Deməli, bundan Yevlax, Ağdam, Xankəndi dəmir yolu xətti çəkilmişdir. Bu hissədə Yevlax, Ağdam, Xankəndi. Eyni zamanda Yevlax, Balakən dəmir yolu xətti. Sonra Yevlax, Mingəçevir dəmir yolu xətti. Ləki, Qəbələ dəmir yolu xətti. Eyni zamanda Ələt, Culfa dəmir yolu xətti çəkilmişdir. Ələt-Culfa dəmir yolu xəttinin Osmanlı stansiyasından Osmanlı-Astara dəmir yolu xətti ayrılır. Qaralılar stansiyasından isə Qaralılar-Ağcabədi dəmir yolu xətti ayrılır. Hazırda dəmir yolu xəttlərindən Bakı Dairəvi, Bakı Dərbənd, Bakı Tbilisi dəmir yolu xəttləri və Ələt-Culfa xəttinin İmişliyə qədər olan hissəsi elektrikləşdirilmişdir. Eyni zamanda əsas dəmir yolu xəttindən biri də Bakı-Dərbənd dəmir yolu xəttidir.
Avtomobil nəqliyyatı respublikamızda sürətlilik, yükü və sərnişini başqa məntəqəyə çatdırmaq baxımından avtomobil nəqliyyatının rolu böyükdür və digər nəqliyyat vasitələri ilə əlaqələndirici rola malikdir. Bu nəqliyyat vasitəsi daha çox sərnişinlər, həmçinin tez xarab olan kənd təsərrüfatı məhsulları, cihaz və avadanlıqlar daşınır. Ölkəmizin əsas avtomobil yolları Bakı, Qazax, Bakı, Quba, Ələt, Astara, Ələt, Culfa, Yevlax, Balakən magistrallarıdır. Bundan başqa da bir çox əhəmiyyətli yollar inşa edilib istifadəyə verilmişdir. 44 günlük Vətən müharibəsindən sonra artıq Zəfər yolunun inşasına başlanıldı. Zəfər yolu və ya Füzuli-Şuşa avtomobil yolu qəhrəman əsgərlərimizin Şuşanı azad edərkən piyada hərəkət etdiyi istiqamətdə uzanan bir yoldur. Bu yolun uzunluğu 101,5 kilometrdir. Bu yol Füzulidən başlayaraq Şuşadakı İsa bulağına qədər uzanır. Deməli, şəkildə diqqət yetirsəniz, Zəfər yolu Füzulidə Əhmədbəyli qəsəbəsindən başlayır. Füzuli, Xocavənd, Xocalı, Şuşa inzibati rayonlarından keçir. Bir də təkrar edirəm. Füzuli, Xocavənd, Xocalı, Şuşa inzibati rayonlarından keçir və Zəfər yolunun ümumi uzunluğu 101,5 kilometrdir. Azərbaycanın Böyük İpək yolunun, yəni Traseka nəqliyyat dəhlizinin eyni zamanda şimal və cənub nəqliyyat magistralları üzərində yerləşməsi ölkənin nəqliyyatının daha da yüksək inkişaf etməsinə səbəb olmuşdur. Ölkəmizin əsas avtomobil yolları 3 istiqamətlidir. Bakı, Qazax, Bakı, Quba və Bakı, Astara istiqamətindədir. Su nəqliyyatı, dəniz və çay nəqliyyatı olmaqla 2 yerə bölünür. Dəniz nəqliyyatı ən ucuz nəqliyyat növü olub, sərnişin və yüklərin daşınmasında digər nəqliyyat növlərindən kəskin surətdə fərqlənir. Azərbaycanda dəniz nəqliyyatında Xəzər dənizinin rolu əhəmiyyətlidir. Çünki Xəzər dənizi yeganə su hövzəsidir. Azərbaycan Xəzər dənizi vasitəsilə dünya okeanına çıxışı əldə edir. Hazırda Xəzər dənizində Bakı Həştərxan, Bakı Mahaçqala Rusiya ilə, Bakı Türkmənbaşı, Bakı Bektaş Türkmənistanla, Bakı Aktau Qazaxıstanla, Bakı Əncəli İran istiqamətində dəniz yolları mövcuddur. Bakı Aktau, Bakı Türkmənbaşı, Bakı Bektaş dəmir yolu eyni zamanda gəmi-bərə xətləridir. Bundan başqa Azərbaycan Volqa-Don, Volqa-Baltik kanalları vasitəsilə dünya okeanına çıxış əldə edir. Bakıdan başqa cənub bölgəsində Lənkəranda liman şəhərində də liman fəaliyyət göstərir. Deməli, respublikamızın Xəzərdə yerləşən limanları yalnız kiçik kabotajda istifadə olunur. Yəni, Azərbaycanda böyük kabotaj yoxdur. Çünki yalnız limanlar bir dəniz hövzəsinə aiddir. Deməli, Azərbaycan Xəzər dənizi vasitəsilə dünya okeanına çıxmaq üçün birinci istiqamət Volqa çayı, sonra Volqa-Don kanalı, Don çayı Azov dənizi, Kers boğazı Qara dəniz, Bosfor boğazı Mərmərə dənizi, Dardanel boğazı Egey dənizi, Aralıq dənizi, Cəbəltarix boğazı və Atlantik okeanına çıxa bilər. İkinci istiqamətdə isə artıq burada Aralıq dənizinə çıxdıqdan sonra gəlir Süveyş kanalına, Qırmızı dənizə, oradan da Hind okeanına çıxmaq şəraiti yaradır. İkinci istiqamət hansı istiqamətdir? Volqa çayı vasitəsilə Rubinsk, Rusiyada yerləşən Rubinsk su anbarına, oradan Volqa-Balt kanalına, oradan isə Onega gölü vasitəsilədir. Onega gölündən isə Belomer kanalı vasitəsilə Ağdənizə çıxış əldə edilir. Eyni zamanda Onega gölündən Belomer kanalına keçmədən Sivir çayına, Ladoqa gölünə, Neva çayına və Fin körfəzinə, oradan da Baltik dənizi vasitəsilə Atlantik okeanına çıxmaq mümkündür. Xəritə üzərində baxsaq, Volqa çayı vasitəsilə gəlir Rubinsk su anbarına. Rubinsk su anbarı bu hissədə yerləşir. Rubinsk su anbarından sonra Onega gölünə və Onega gölündən şimala doğru Belomor kanalıdır. Belomor kanalından isə artıq
Ağdənizə çıxış əldə olunur. Ya da Onega gölündən biz Sivir çayı vasitəsilə Ladoqa gölündən Neva çayı vasitəsilə gəlir artıq bu hissədə Fin körfəzinə və oradan Baltik dənizinə, Baltik dənizindən də artıq Atlantik okeanına çıxış əldə edir. Çay nəqliyyatı. Çay nəqliyyatı nisbətən zəif inkişaf etmişdir. Əsas çay nəqliyyatında Kür çayının əhəmiyyəti böyükdür. Kür çayının da Yevlağa qədər olan hissəsi yüklərin daşınmasında əhəmiyyətli rol oynayır. Kür çayı boyunca Salyan, Şirvan, Sabirabad, Sərdab, Yevlax bu məqsədlə burada çay limanları istifadəyə verilmişdir. Hava nəqliyyatı nisbətən gec inkişaf edib, amma daha gənc sahəsidir. Yəni çay nəqliyyatı, dəniz nəqliyyatı əvvəllərdən mövcud idi. Hava nəqliyyatı sonradan inkişaf etməyə başladı. Eyni zamanda daha sürətli və bahalı nəqliyyat növüdür. Bu nəqliyyat vasitəsilə sərnişin, poçt rabitə, tez xarab olan məhsulların daşınmasında mühüm rol oynayır. Azərbaycanda Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala, Zəngilan, Füzulidə hava limanları fəaliyyət göstərir. Ən böyük hava limanı Heydər Əliyev adına hava limanıdır. Hazırda respublikamızdan Moskva, İstanbul, London, Paris, Astana, Milan, Roma kimi şəhərlərə uçuşlar həyata keçirilir. Eyni zamanda respublikamızda bu hava limanlarından başqa yerli əhəmiyyətli hava limanı da fəaliyyət göstərir. Zabratda, Şəkidə, Yevlax, Akstafa, Xocalı, Naftalan kimi hava limanları mövcuddur. Boru kəmər nəqliyyatı respublikamızda neft və qazın daşınmasına görə inkişaf etmiş nəqliyyat növüdür. Əsas ölkəmizdə Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa, Bakı, Novorossiysk neft kəmərləri, həmçinin Bakı, Tbilisi, Ərzurum qaz kəmərləri fəaliyyət göstərir. Bakı, Subsa neft boru kəməri Səngəçal terminalından başlayaraq Bakı, Abşeronxızı, Şirvan, Salyan, Mərkəzi Aran, Gəncə, Daşdəsən, Qazax, Tovuz iqtisadi rayonlarının ərazisindən keçir. Gürcüstanın Qaradəniz sahillərində Subsa terminalına qədər uzanır. Bakı, Novorossiysk neft kəməri Səngəçal terminalından başlayır. Xəzər dənizi sahili boyunca Bakı, Abşeronxızı, Quba, Xaçmaz iqtisadi rayonlarından keçir. Rusiyanın Novorossiysk limanına qədər uzanır. Bakı, Tbilisi, Ceyhan kəməri isə 2006-cı ildə istifadəyə verilmişdir. Gürcüstan ilə Türkiyə ərazisinə, oradan da Aralıq dənizinə qədər uzanır. Bakı, Tbilisi, Ərzurum qaz boru kəməri də 2006-cı ildə istifadəyə verilmişdir. O da Türkiyənin Ərzurum şəhərinə qədər uzanan əsas qaz kəməridir. Oradan da Türkiyənin Botaş boru kəmərinə qoşulur. Türkiyə ilə bağlanmış müqaviləyə əsasən Türkiyə 15 il müddətində Azərbaycandan 91 milyard kubmetr qaz alacağı müqaviləyə əsasən hesablanmışdır. Ölkəmizdə yük daşımaya görə birinci avtomobil, boru, dəmir yolu, dəniz və hava nəqliyyatı durur. Sərnişin daşınmaya görə birinci yerdə avtomobil, hava, dəmir yolu və dəniz nəqliyyatıdır. İqtisadi əlaqələr. Ölkənin xarici ticarətində əsas ixrac və idxal məhsulları arasındakı fərq ticarət balansı adlanır. Ticarət balansı saldo əsasında qiymətləndirilir ki, saldoda müsbət və mənfi saldo ola bilər. Ölkənin satdığı məhsulun dəyəri aldığı məhsulun dəyərindən çox olarsa, bu zaman müsbət saldodur. Əksinə, aldığı məhsulun dəyəri satdığı məhsulun dəyərindən çox olarsa, bu zaman mənfi saldo adlanır. Ölkənin ixrac etdiyi məhsulun dəyəri ilə idxal etdiyi məhsulun dəyərinin cəmi ticarət dövriyyəsi adlanır. Respublikamızda ixrac edilən əsas məhsullar xam neft, neft məhsulları, təbii qaz, süd yağları, pambıq, mahluc, yun, şəkər və s. İdxal olunanlar isə taxıl, taxta şalban, maşın avadanlıqları, dərman preparatlarıdır.